Əgər biz 12 imama iman ediriksə, Əhl-i Beytin 12 dənə imamının özünə, onların sözünə iman gətirmişiksə, iman etmişiksə, Peyğəmbərə iman gətirmişiksə, Allaha iman gətirmişiksə, biz Allahın Əhl-i Beyt vasitəsilə bizə gələn kəlamlarını oxumalıyıq. Ümumiyyətlə, hədislərdə baxın, Misir sahibi var, Yəmani var, Qaim var, İmam Zaman var. Bunlar ayrı-ayrı şəxslərdir. Sual yaranır, ümumiyyətlə bir nəfər Allahın göndərdiyi şəxsi necə tanımaq olar? Biz mövzunun kökünü buradan qoysaq, Allahın höccəti, Allah adına danışan bir şəxs, 1400 il əvvəl Peyğəmbərimiz, 2000 il əvvəl İsa, 4000-5000 il əvvəl Musa, 6000-7000 il əvvəl Nuh, bunlar necə tanınırdı, necə bilinirdi ki, bu şəxslər Allahın höccətidir. Allah bunun üçün bir qayda qoyubmu ki, məsələn, bugün İmam Zaman əleyhissalam tutaq ki, zuhur etsə və yaxud da ki, Yəmani ortaya çıxsa və yaxud da ki, 12 Mehdinin biri və yaxud Misir sahibi və ya Qaim ortaya çıxsa, biz onu hardan bilə bilərik ki, bu şəxs odur? Çünki bildiyimiz kimi İmam Zaman dediyimiz şəxs və ya Qaim dediyimiz şəxs və ya Mehdi dediyimiz şəxs, sizin də görsüz deyirsiniz ki, ümumilikdə deyirəm, yəni ortaya çıxandan sonra Allah onun əli ilə zülmləri dayandırır, Allah onun vasitəsilə ilahi ədalət dövləti qurur, amma onun ortaya çıxması ki var ha, möminlər onu tanısın, daha doğrusu insanlar onu tanıya bilsin və tanıyandan sonra ona tərəf getsin və nəhayətdə ona tərəf gedəndən sonra ona dəstək olsun, o da müəyyən bir qoşun, dəstə, nə bilim, qüvvə, ordu vasitəsilə artıq Allahın ona iradə elədiyi, Allahın ona tapşırdığı işi yerinə yetirib ilahi ədalət dövləti qursun və ilahi ədalət dövləti qurulanda artıq zülmlər aradan getmiş olsun. Biz İmam Zaman əleyhissalamın və ya onun vəsilərinin və ya Yəmaninin və ya Qaimin və ya Misir sahibinin ki, bunların hamısı hədislərdə təriflənir, bizim üçün Allah adına danışan şəxs kimi bizə bildirilib. Biz baxaq görək ki, bu adamları biz nə ilə tanıyarıq?